Sabahınız xeyir olsun. Mən Fatimə Səfərova, ITEMS komandasının üzvüyəm. Bugünkü webinarın moderatoru mən olacağam. Bildiyiniz kimi, keçən aylarda xaricdə təhsil almağı planlayan tələbələr üçün təqaüdə təhsil seriyasına başlamışdır. Bu seriyamızın artıq ikinci webinarıdır. Webinarımızın adı Çiftlik Scholarship-dir. Bugünkü spikerimiz Nərmin Məmmədova olacaq. Nərmin xanım Bakı Dövlətdə Hüquq Fakültəsini bitirmiş, sonrasında isə Çiftlik təqaüdünün qalibi olaraq King's College Londonda magistr davam etdirmişdir. Hal-hazırda Nərgiz Fondda baş hüquqşünas olaraq fəaliyyət davam etdirir. Söz çox uzatmadan Nərmin xanıma vermək istəyirəm. Çox sağ olun Fatimə xanım. Dəvətiniz üçün də ayrıca təşəkkür edirəm. Hər kəsi salamlayıram. Axşamınız xeyir. Çox sağ olun ki, bu bazar günü axşamı bugün burada toplamısınız. Mən də çalışacağam ki, əlimdən gələni edim. Sizə maksimum real məsləhətlər verim. Çox belə deyim də teoretik, zaten internetdə tapa biləcəyiniz məlumatlardan kənar. Ona görə çox xahiş eləyirəm. Mən danışanda belə, yəni sualınız olarsa, gəlin chatı açım. Chatda onu qeyd edə bilərsiniz. Mən hamısını cavablandırmağa çalışacağam. Ona görə də icazənizlə mən artıq başlayım. Özümü qısaca təqdim edeyim. Fatimə xanımın da dediyi kimi, mən Nərgiz Fondunda çalışıram artıq 8 ildir. Əslində mən universiteti 2018-ci ildə bitirmişəm. Bakalavr təhsilimi Bakı Dövlətin Hüquq Fakültəsində bitirmişəm. Bildiyim qədərilə bugün burada toplaşan gənclər fərqli sahədən gələn gənclərdir. Əsasən tibb və tibbə bənzər, tibbə yaxın public health kimi sahələrdən. Buna görə də mən çalışacağam sırf scholarship-lə bağlı məsləhətlər verim. Çünki bizim sahələrimiz biraz fərqlidir. Və bildiyim qədərilə sizin təhsiliniz də daha uzun çəkir bizimkindən. Deməli, 2018-ci ildə Bakı Dövlət Universitetində təhsilimi bitirdikdən sonra Nərgiz Fondunda çalışmağa başladım. Amma tələbəlik illərimdə də fəaliyyət göstərirdim. Qısa müddətlik Schlumberger neft şirkətində çalışmışam. Ondan əvvəl Avropa Gənclər Parlamenti Azərbaycan nümayəndəliyinin rəhbəri olmuşam. Fərqli yerlərdə paralel olaraq konsaltinqlərdə də çalışmışam, amma əsas iş yerim, yəni sırf Nərgiz Fondu olaraq qalmışdır bütün bu illər ərzində və 2018-ci ildən bəri müxtəlif səylərim olmuşdu ki, magistr təhsili alım, amma qismət sırf bu yaşımda getmək olub. Ona görə yəni sizə birinci məsləhətim tez edib, yəni universiteti dərhal bitirib magistr təhsili almaqdansa, həqiqətən də hansı sahədə magistratura təhsilinizi almaq istədiyinizi müəyyənləşdirdikdən sonra bunu etməyinizi çox tövsiyə edirəm. Çünki King's College-da təhsil aldığım müddətdə də qrup yoldaşlarımın demək olar ki, yarıdan çoxu fresh graduate'lər idi, yəni bakalavrı yeni bitirmiş və hiss olunurdu ki, məsələn, mənim yaş kateqoriyamda olan insanlar daha çox zövq alırdılar təhsildən. Ona görə yox ki, biz daha yaxşı başa düşürdük. Əksinə yox, çünki İngilis hüququ ümumiyyətlə beynəlxalq hüquq, mən özüm yəni ixtisasca kriminalistəm və uzaqdan yaxından əlaqəli deyil idi keçdiyim sahə. Amma buna baxmayaraq həvəs çoxdur. Çünki artıq sən bu təhsilin xeyrini görübsən, çünki sən artıq çalışırsan illərdir və bu təhsil sənin növbəti hansı mərhələyə lazım olduğunu da bilirsən. Keçək Çivning məsələsinə. Deməli, Çivning təqaüdü bu birinci suallardan biri olur. Ümumiyyətlə, təqaüdlə maraqlananlar arasında ki, biz birinci offermi almalıyıq, məsələn, dövlət proqramında olduğu kimi, yoxsa birinci təqaüdə mi müraciət etməliyik? Fərqli təqaüdlərdə bu fərqlidir, amma Çivning təqaüdü ilə, yəni ki, Böyük Britaniyanın təqaüdü ilə siz birinci sırf təqaüdə müraciət edirsiniz. Sizə dəqiqliklə bütün timetable hal-hazırda deyəcəm. Təxmini yayın sonları, payızın əvvəlləri Çivning təqaüdü açılır. Bunu Böyük Britaniyanın səfirliyi öz bütün rəsmi sosial şəbəkələrində bununla bağlı elan paylaşır və bu mərhələdə, yəni ki,
Məsələn, siz 2027-ci ildə müraciət edirsiniz, daha doğrusu 2027-də təhsilinizə başlamaq istəyirsinizsə, 2026-nın yayın axırı, payızın əvvəlləri siz artıq scholarship məsələnizlə məşğul olmağa başlamalısınız. Bu mərhələdə Çivning sizdən nə istəyir? Çivning maraqlanmır, sizin IELTS-iniz varmı, yoxsa oferləriniz varmı? O sizdən sadəcə 4 esse istəyir. Esse məsələsinə gələcəm. Ə, Sizin oferləriniz artıq il boyunca siz onları almalı olacaqsınız. Ofer nədir? Universitetin, müraciət elədiyiniz universitetin sizə verdiyi təklif. Yəni ki, səni tam şəkildə şərtsiz, yadınızda bu sözü saxlayın, unconditional offer, şərtsiz şəkildə öz universitetimdə istədiyiniz ixtisasçı təhsil almağa dəvət edirəm. Bu oferdir. Tutalım ki, avqustun axırı, sentyabrın əvvəlləri və yaxud oktyabr sizin qarşınızda yalnız bir məqsəd var. 4 esse yazmaq. Bu sadə, məsəl üçün, mənim həm də universitetlərə müraciət elədiyimdə yazdığım motivasiya məktubları var idi və yaxud da akademik esselerim var idi. Bu heç birisinə bənzəyən bir şey deyil. Çünki Çivning demir ki, mənə özündən danış. Çivning artıq müəyyənləşdirir hansı mövzularda sizi bir şəxsiyyət olaraq tanımaq istəyir. Qısa bir yəni disclaimer verim ki, Çivning sırf Böyük Britaniya tərəfindən sizin bütün xərclərinizi qarşılayan bir təqaüd proqramıdır. Yəni ki, həm illik təhsil haqqınız bura daxildir, həm İngiltərəyə uçuşlarınız, həm viza xərcləriniz, həm aylıq xərcləriniz, yəni hər şey qarşıladığına görə özünüz özünüzə sual verirsiniz ki, Böyük Britaniya 100 min nəfərdən mincə nəfər seçir bu proqram üçün hər il. Görəsən onların belə deyək, marağı, yəni motivasiyası nədir ki, bir Azərbaycan vətəndaşına və yaxud Belarus vətəndaşına, Pakistan vətəndaşına bu təqaüdü versin? Böyük Britaniya pafoslu cümlə kimi səslənsə də, sırf gələcəyin liderlərinə yatırım edir. Və gələcəyin liderlərinə yatırım etməklə gələcəkdə Böyük Britaniya ilə əməkdaşlıq eləməyə açıq olan şirkət rəhbərləri, dövlət qulluqçuları və yaxud da QHT rəhbərlərinə yatırım edir artıq gənc yaşlarından. Buna görə də Çivningin elə bil core idea, əsas ideyası odur ki, sizin artıq müəyyən bir liderlik stajınız deməyək, amma bir experience-iniz olsun. Liderlik məsələsini Çivning belə qabardanda çox adam fikirləşir ki, bu sırf hansısa nazirlikdə şöbə müdürü çalışmış və yaxud da belə deyək, o bizim sahədir, siz tibb sahəsindəsiz, nə məsələn nə deyim, baş həkimin köməkçisi bəlkə belə bir şey. Xeyr, elə deyil. Məsəl üçün tələbə təşkilatının sədri olmusunuz və yaxud da heç bir elə rəsmi leadership experience-iniz olmayıb, amma ki, iş yerinizdə, məsələn, nazirlikdə işləyirsiniz, hansısa bir initiative irəli sürmüsünüz, kimisə həyatını dəyişmisiniz. Bunlar hamısı əslində liderlik potensialıdır və bunu essedə necə təqdim edəcəyinizdən asılıdır ki, onlar bunu qəbul edəcək leadership kimi, yoxsa yox. Deməli, 4 esse nədir? Birincisini danışdıq, bu leadershipdir. İkincisi və heç də leadershipdən daha az önəmli deyil, networkingdir. Yəni ki, siz nə qədər sosial bir insansınız, nə qədər yeni mühitə düşüb o mühitə adaptə ola biləcəksiniz. Üçüncü, Study in the UK. Study in the UK essesində siz sırf Böyük Britaniyada niyə təhsil almaq istədiyinizi əsaslandırmalısınız və sırf, məsələn, özümü məsələn gətirim, King's College London. Niyə mən sırf King's College-da təhsil almaq istəyirəm, Queen Mary-də məsələn yox? Niyə Manchester Universitetində yox? Yəni, bunların hamısını siz əsaslandırmalısınız ki, sizin sırf Böyük Britaniyada və sırf seçdiyiniz universitetdə təhsil almaqda motivasiyanız nədir? Və 4, career plans. 4-cü essedə siz indiyə kimi gəldiyiniz peşəkar yoldan danışırsınız. Hal-hazırda növbəti mərhələyə keçid almaq üçün
Böyük Britaniya təhsilinə nəyə görə ehtiyac duyduğunuzu danışırsınız və gələcəkdə özünüzü hansı yerdə, hansı pillədə görəcəyinizi real şəkildə yazırsınız. Məsələn, mən indiyə kimi sosial sahədə hüquqşünas çalışmışam, eyni zamanda xarici təşkilatın rəhbəri olmuşam. Növbəti mərhələdə mən həm müəllim kimi də fəaliyyət göstərmək istəyirəm, həm də ki, məsələn, Ədliyyə Nazirliyində beynəlxalq əlaqələr şöbəsində məsələn çalışmaq istəyirəm. Bunlar üçün müəyyən bilik qıtlığım var. Çünki magistr təhsilim yoxdur. Niyə sırf İngiltərədə, niyə sırf Böyük Britaniyada təhsil almaq istəyirəm? Çünki Böyük Britaniyada hüquq common law sistemi ilədir. Azərbaycanda isə continental law. Mənim hüququ dərrakə etməyim üçün dərindən alternativ hüquq təhsilini almağımda çox böyük xeyir var. Çünki mən artıq hüquqa sırf bizim məcəllələr prizmasından yox, daha geniş, daha qlobal müstəvidə baxacağam. Mənə elə gəlir ki, sizin dostlar sahənizdə buna əsaslandırmaq çox-çox daha rahatdır. Çünki Böyük Britaniyanın qlobal bir NHS sistemi var və nəinki siz onlardan bəhrələnə bilərsiniz, həm də siz onlara bir töhfə verə bilərsiniz. Çünki orada çox kadr qıtlığı var deyə bilərəm tibb sahəsində və artıq sizin müəyyən bir experience-iniz varsa Azərbaycanda, siz bunu da əsaslandıra bilərsiniz ki, məsələn, mən könüllü şəkildə hansı xəstəxanada çalışa bilərəm, mənim filan experience-im olub Azərbaycanda. Onlar əslində, yəni bu bir həqiqətdir, onu çox-çox gözəl dəyərləndirirlər. Bizim coğrafiyanın tibb təhsilinə çox hörmətlə yanaşırlar. Eləcə də texniki təhsilimizə. Və daha sonra deyə bilərsiniz ki, mən Azərbaycana qayıtdıqdan sonra tibb sahəsində və yaxud da biologiya, public health sahəsində fərqlənir. Məsələn, İctimai Səhiyyə və İslahatlar Mərkəzində filan şöbədə çalışmaq istəyirəm. Bunun üçün mənə Böyük Britaniyanın public health experience-i lazımdır. Siz bunu belə əsaslandırırsınız. Yəni bu oldu sizin 4 esseniz. Sonra nə edirsiniz? Sonra bütün bu esse qəbulu prosesi oktyabr-noyabr aylarında təxminən tamamlanır. Sizin vaxtınız olur ki, Chevening-in anket formunda qeyd elədiyiniz 3 universitet, yalnız 3 universitet qeyd eləmək şansınız var və sonra bunu dəyişmək çox-çox çətin olur. Ona görə siz yaxşı olar ki, əvvəlcədən yaxşıca araşdırın, hansı universitetdə hansı qəbul yəni qaydaları, şərtləri var və artıq potensial olaraq qəbul oluna biləcəyiniz universitetə daxil olun. Məsələn, mən də çox istəyərdim Oxford Universitetinin magistr pilləsini yazmaq, amma mən real özümü qiymətləndirdim və gördüm ki, düzdür, IELTS-ım 8 idi, yaxşı iş experience-im var, amma Oxfordun hüquq proqramı akademik sahədə fəaliyyət göstərən hüquqşünaslara daha böyük üstünlük verir. Mənim isə belə deyim, yəni real danışacağam, akademik hüquq fəaliyyətim olmayıb. Nə məqalələrim dərc olunub, nə akademik həyata bir maraq göstərmişəm. Mən 18 yaşından çalışdığıma görə belə bir fəaliyyətim olmayıb. Ona görə mən özümü çox real qiymətləndirdim və ikinci prioritet məsələn universitetimi yazdım. Hansı ki King's College London idi və Londonun göbəyində yerləşən bir universitet idi. Qədim hüquq sisteminə. Bu arada King's College Londonun tibb məktəbi mənə elə gəlir ki, Avropada top 5 olmalıdır. Yəni onu hamısını əsaslandırdım. Əsaslandırdım ki, mən xeyriyyə sahəsində illərlə çalışıram və bu sahəyə yaxın fənlər sırf bu universitetdə var. Onlar da bunu çox yaxşı qiymətləndirdilər və başladım bir-bir o 3 universitetə sənədlərimi göndərməyə. Yəni IELTS nəticəmi göndərdim. Bu arada bunu da deyim ki, mən IELTS-ımı əvvəlcədən almışdım. Siz də belə edə bilərsiniz. Məsələn, yayda ala bilərsiniz. Amma yəni özünüzə pressure eləməyin. Sadəcə nəzərə alın ki, Chevening sizdən IELTS istəməyəcək, amma universitet dəqiqliklə istəyəcək. Motivasiya məktublarımı, akademik yazılar yazdım. Bəzi universitetdə məsələn müsahibə var idi, bəzilərində yox idi. Yəni hardasa noyabr ayından aprel ayına kimi bu universitetlərdən qəbullar alırdım.
Daha sonra qış aylarında, səhv vermirəmsə fevralda sizə artıq Çivnikdən cavab gəlir ki, biz sənin essələrini oxuduq, bəyəndik, təbrik edirik, keçirsən ikinci mərhələyə. Mart ayında ikinci mərhələ baş tutur. Bu nədir? Müsahibə prosesidir. Məsələn, bu il Azərbaycanda müsahibəni alan münsiflər heyətindən biri də mən idim və çox güclü kandidatlardan tanış oldum. Məndən başqa da iki nəfər Britaniya səfirinin əməkdaşları idi, üç nəfər idik. Ə, Deməli, münsiflər heyəti olaraq biz sırf esselərdən suallar vermirdik. Ə, Esselərə yaxın, məsəl üçün leadership, məsələn, leadershiplə bağlı esseni oxuyuram. Tutalım ki, insan hüquq fakültəsinə daxil olmaq istəyir. Çox gözəl, deyir ki, filan yerdə rəhbər olmuşam, hüquq departamentinin sədri olmuşam, filan beşməkan. Biz soruşmuruq ki, hə, neçə il işləyibsən hüquq departamentinin rəhbəri olaraq və yaxud da nəyə görə hüquqşünas işləyirsən? Yox. Biz soruşduq ki, sənin bu leadership experience-ində yazdığın, məsələn, hüquq departamentinin rəhbəri olaraq hansı çətinliklərlə üzləşibsən və bu çətinliklərin öhdəsindən necə gəlibsən? Yəni başa düşdünüz də, sualları esse üzərindən verir münsiflər, amma bir qədər qarşındakı insanın analitik düşüncəsini anlamağa da çalışır bu prosesdə. Ə, Və bu qədər. Ə, Eyni zamanda da siz iki reference letter təqdim edirsiniz həmin bu intervyu mərhələsində. Biri sizi profesional tanıyan birindən, biri də sizi akademik tanıyan birindən. Və bu qədər. Yəni bununla sizin işiniz bitir. Yayın əvvəli artıq məlum olur ki, siz Çivninqə seçilmisiniz yoxsa yox. Və seçildikdən sonra sizə deyirlər ki, həmin bu üç prioritet universitetdən birindən seçdiyindən bir ədəd unconditional offer gətirməlisən. Bu qədər. Ə, Yəni fikirləşirəm ki, timetable üzərindən nəsə qaçırdığım bir şey varmı? Yox. Yox, heç nə yoxdur. Bir dənə də əlavə eləməliyəm bütün bu seçim prosesi ilə bağlı. Mən Çivninqi 2024-cü ildə qazanmışam, amma ildən ilə müraciət edən insanların sayı çox artdığına görə dünyada bir qədər şərtləri dəyişiblər. Bunlardan biri və əsası nədir? Əvvəl bizim qarşımızda qoyulan əsas məqsəd o idi ki, biz cəmiyyətimiz üçün, yaşadığımız ölkə üçün Böyük Britaniyadan qayıtdıqdan sonra hansı xeyri verə bilərik? Yəni, məsələn, hə, mən xeyriyyətçiliklə işləyirəm və elə bu sahədə də davam eləmək istəyirəm. Dövlət qurumunda sabah işləsəm də, yəni sosial sahədə Azərbaycana bir impact vermək istəyirəm. Artıq şərtlər elədir ki, siz yaşadığınız cəmiyyətlə bərabər eyni zamanda da global bir impact verməlisiniz. Hətta sizin üçün dəqiq o mövzuları tapdım internetdən, çünki mənim elimdə bunlar yox idi. Deməli, dəqiqliklə desək, promoting global growth, strengthening security, building climate resilience and supporting sustainable development. Yəni bir sözlə desək, daha global impactinizi də dəyərləndirəcəklər. Yəni ki, siz həm öz cəmiyyətiniz, həm sizə aid olmayan, amma digər cəmiyyətlər üçün, dünya üçün hansı töhfəni vermək arzusundasınız. Bu belə. Əvvəllər essenin uzunluğu 500 söz idi. Onu da kısaldıblar. 300 sözə endiriblər. Nəyə görə? Çünki ChatGPT yarandı. İnsanlar ChatGPT ilə çox gözəl, çox pafoslu cümlələr qurmağa başladı və bu təbii ki, münsiflər heyətini maraqlandırmır. Yəni düşünün ki, o insanlar sizdən heç IELTS sertifikatı istəmir. Çünki onlar real gələcəyin liderini istəyir. Ola bilsin ki, sizin IELTS-ınız məsələn 8 yox 6.5-də, amma siz ən azından nə istədiyinizi bilirsiniz, həm karyeranızdan, həm həyatınızdan və nə kimi xeyir vermək istədiyinizi də bilirsiniz. Yəni maksimum şəkildə impactful olmaq lazımdır esseləri yazdıqda. Mən həmişə bunu highlight edirəm ki, esseləri yazdıqda çox diqqətli olun. Bir də
Bəzən olur ki, LinkedIn-də və yaxud da Facebookda tanıyan, tanımayan insanlar öz esselerini göndərirlər yoxlamaq üçün. Bu da çox vacibdir bu arada. Çivrning buna qarşı deyil. Peer review deyilən bir şey var. Yəni ki, dost dosta essesini yoxlaya bilər. Bu normaldır. Ə, Və çox vaxt qarşılaşdığım bizdən göndərilən esselərdə bir məqam var ki, yenə də çox pafoslu cümlələr, amma yəni bunun altında konkret olaraq insanın nə etdiyi məlum deyil. Ona görə özünüzə bir qeyd almağınızı məsləhət görərdim. STAR adlı texnika var. Elə STAR adlanır. Yəni ki, konkret bir problemi göstərirsiniz. Bu problemə göstərdiyiniz münasibəti, yəni ki, elədiyiniz action'ı göstərirsiniz. Yəni ki, bu problemi həll eləmək üçün mən nə etdim və nəticə göstərirsiniz. Ki, mən elədiyim səy nəticəsində nə oldu? Bunu hər 4 essenizdə tətbiq eləməyinizi şiddətlə tövsiyə edirəm. Bu qədər. Bir də Çivninglə bağlı daha bir yenilik olsa, yəni ki, çox vaxt elə olur ki, hansısa bir şərt xırda da olsa şəkildə dəyişir. Buna görə mən sizə tövsiyə edirəm ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin səhifəsini izləyəsiniz. Yəni ki, ola bilsin ki, timetable dəyişdi, ola bilsin ki, hansısa bir şərt dəyişdi. Siz onu əvvəlcədən bilsəz yaxşı olar. Deməli, bizə Xədicə xanım çata bir sual yazıb. 3 universitet seçməliyik, bəs ixtisas sayında fərq varmı? O çox yaxşı sualdır. Çox sağ olun Xədicə xanım. Çivning çox rahat anlaşılan bir sayt quraşdırıb. Yəni ki, application açılanda sizə step by step izah eləyir ki, məsələn, universitet seçimində nə etməlisiniz, reference məsələsində reference məktubunu kimlərdən almalısınız və universitet seçimində də sizə bir link verir və bütün ixtisaslar, bütün universitetlər üzrə yazır. Hansı universitetdə hansı ixtisası biz cover eləyirik. Öz təcrübəmdən bunu deyə bilərəm ki, demək olar ki, Böyük Britaniyanın bütün universitetlərindəki təhsil cover olunur, amma yenə də orada hansısa bir dəyişikliklər ola bilər. Məsəl üçün MBA proqramını bildiyim qədərilə Master of Business Administration Çivning tərəfindən qarşılanmır. Amma siz o linkə daxil olaraq artıq qeydiyyat prosesində olanda siz baxacaqsınız ki, mənim istədiyim ixtisas bu universitetdə varmı? Məsələn, çox güclü bir universitet var, Imperial College London. Bilirəm ki, orada hüquq ixtisası yoxdur. Mən bunu düzü elə Çivningin saytından öyrənmişdim. Bu arada o dostlar sizin sayənizdə çox güclü bir universitetdir. Bir də Xədicə xanım, sizin sualınıza davam olaraq onu deyim ki, məsləhətdir ki, seçdiyiniz 3 ixtisas eyni olsun. Mən daxil olduğum ili fərqli ixtisas yazanlar da olmuşdu, amma yenə də deyirəm, ildən ilə şərtlər biraz çətinləşdiyinə görə indi məsləhətdir ki, siz ən azından oxşar ixtisas seçəsiniz. Məsələn, mən seçirəm King's College London'da Master of International Law in Dispute Resolution. Queen Mary'də seçirəm Master of International Law in Criminal Investigation. Bunlar əslində oxşar sahələrdir, amma fərqli ixtisaslardır. Amma onları necəsə siz əlaqələndirməlisiniz ki, sırf bir prioritet sahə üzrə getmək istəyirəm. Bu arada unutmadan bunu da deyim. Bu ildən etibarən Çivningin tətbiq elədiyi böyük bir dəyişiklik nə oldu? Mən əmin deyiləm, bizə auditoriya hamı tələbələrdir yoxsa yox. Əvvəl necə idi? Sizin 2 illik iş stajınız varsa, vacib deyil ki, sizin əmək kitabçanıza heç kim baxmayacaq. Bura könüllü fəaliyyətə də daxil ola bilər. Buna internship, internatura da daxil ola bilər. İstənilən bir iş eksperiensi. Çox adam, məsələn, mən tələbə olanda əmək kitabçam yox idi, amma xidmət müqaviləsi ilə işləyirdim. Yəni, bunlar hamısı sayılır. 2 illik iş stajınız olmalı idi. İndi nə ediblər? İndi deyirlər ki, siz universitetdən məzun olduqdan sonra 2 illik iş stajınız olmalıdır. Bunu nəyə görə eləyiblər ki, daha
yaşca böyük auditoriya müraciət eləsin Çivninqə, çünki bu liderlər üçün olan proqramdır və ikicə illik insanların yaşını artırıblar. İkinci sualımız Nazilə xanımdan gəldi. Sizcə Böyük Britaniya təhsilinin ən üstün tərəfləri nələrdir? Hmm, Düzü bu sualda mənim kvalifisirованный insan olub olmadığıma əmin deyiləm. Nəyə görə? Çünki mənim üçün Böyük Britaniya ən önəmli destination idi. Çünki hüquq təhsilində mən sırf common law, yəni bu hüquq sisteminə yiyələnmək istəyirdim və bu da yalnız Böyük Britaniyada var, Avstraliyada və ABŞ-da. İkinci fərq odur ki, yəni üstünlük mən deyərdim odur. Yəni bu mənim subyektiv artıq fikrimdir. Bunu bir obyektiv fikir kimi qəbul eləməyin. Digər Avropa ölkələrində məsələn təhsil alan dostlarımla müqayisədə hiss edirəm ki, Böyük Britaniyada əsas da məsələn elə King's College kimi böyük tarixə malik universitetlərdə professorlar həqiqətən də o bildiyimiz professorlardır. Yəni ki, klassik təhsil sistemidir. Düzdür, yeni texnologiyalar da inteqrasiya olunur, cavan müəllimlər də var, amma onlar o klassik təhsil sisteminə üstünlük verirlər. Çünki çox ortodoksal bir ölkədir, müəyyən mənada, əsas da belə universitetlərdə və sən təhsilin önəmini orada hiss eləyə bilirsən və həqiqətən də çox yəni yaşlarına və təcrübələrinə baxmayaraq tələbələrlə çox rahat şəkildə ünsiyyət qururlar. Məsələn, mən öz təcrübəmdən deyim, investisiya hüququ ilə maraqlanmağa başlamışdım. King's College-da təhsil aldığım müddət ərzində çox gözəl bir Professor Ortino adlı professorumuz var idi və ona dedim ki, mən bu sahəni Azərbaycanda necə tətbiq edəcəyimi açığı bilmirəm, amma bu sahəni çox bəyənirəm və biliklərimi də artırmaq istəyirəm və Professor Ortino məni bir müsabiqəyə yazdı. Sırf investisiya arbitrajı sahəsində sən demə Böyük Britaniya üzrə bir müsabiqə keçirilirdi və bu müsabiqəyə sırf bizim King's College komandası qatılaraq qalib gəldi və biz Böyük Britaniyanı ABŞ-da bu noyabr ayında təmsil eləmək şansı qazandıq. Yəni bu mənim üçün çox böyük bir təcrübə idi və mən düşünəndə ki, yəni sambalı bir professordan sadəcə bir kəlmə söz dedim ki, müəllim, mən necə öz biliklərimi artıra bilərəm və o mənim üçün belə bir qapı açdı. Bu artıq çox böyük bir göstəricidir mənim fikrimcə. Çivninqin waiting listi varmı? Bəli, var. Azərbaycanda yadıma gəlmir, amma Gürcüstanda səhv eləmirəmsə və Türkiyədə belə olmuşdu ki, bir-iki nəfər imtina eləmişdi qaliblərdən və waiting listə daxil olmuş insanlar iştirak eləmək hüququ qazandı. Bəs iş təcrübəsi mütləq ixtisasa uyğun olmalıdırmı? Əslində yox, Xədicə xanım bunu yoxlayan bir prosedur orada yoxdur. Sadəcə olaraq ən azından siz bunu necəsə əlaqələndirməlisiniz. Yəni fikrimi düzgün ifadə edə bilirəmsə, yəni nə qədər siz indiyədək olmuş bütün təcrübələrinizi indiki həyatınızın mərhələsi ilə əlaqələndirə bilsəz, sizin üçün bir o qədər yaxşı olar. Bir nümunə deyim. Bundan bir 5-6 il qabaq bir xanım var idi, hansı ki mənim kimi ixtisasca hüquqşünas idi, amma ki universiteti bitirdikdən sonra hüquq sahəsi üzrə işləmədi. Daha çox kreativ sahədə çalışırdı, marketinq şirkətində işlədi, sonra reklam agentliyinə keçdi və özünü necəsə rejissorluqda tapdı. Və Çivninqdə də bu ixtisas, dəqiq ixtisasın adını deyə bilməyəcəm, amma ki sırf kreativ sahədə və kreativlikdən çox rejissorluq üzrə oxumağa getdi. Yəni necəsə həyat eksperiyenslərini əlaqələndirməlidir ki, hə mən artıq həyatıma bu sahədə davam eləmək qərarına gəldim. Növbəti sual. Qəbul olunduqdan sonra bütün xərclər qarşılanır, qalmaq üçün və s. Bəli.
Bütün xərclər qarşılanır. Dediyim kimi sizin vizanız, viza xərcləriniz ki, tələbə vizası çox bahalıdır UK-də. Viza xərcləri, sizin gediş-dönüş biletləri, aylıq sizə stipendiya verilir. Yəni dövlət proqramından çox da fərqlənmir açığı sistem olaraq. Yəni aylıq sizin kartınıza belə deyək, məvacib oturur. GPA nə dərəcədə vacibdir? 85 ortalama ilə şansım varmı? Dediyim kimi, Chevening sizin hər hansı akademik backgroundunuzu yoxlamır. Yəni GPA-nizi yoxlamır, IELTS-inizi yoxlamır. Ona sadəcə lider lazımdır. Amma ki, məsləhət görərdim, siz seçdiyiniz 3 universiteti seçəndə GPA məsələsinə nəzər yetirin. Bildiyim qədərilə Azərbaycanda ümumiyyətlə belə bir dinamika var ki, bizim GPA-lərimiz yüksəkdir Avropalılarla nisbətən. Çünki bizim müəllimlər sanki daha əli açıqdır yaxşı bal yazmaqda. Avropada 80 bal çox yüksək baldır. Məsələn, mənim bir fənnimdən 78 çıxmışdı və mən dedim ki, mən çox yaxşı yazmışdım axı bu imtahanı. Yəni 78 ola bilməz. Azərbaycanda yəni 5 sualdan 3-ünü yazanda bəlkə elə qiymət alsan, yəni CD-də bizim üçün. Sən demə onlar üçün bu top qiymətdir. Yəni onlar üçün bu high distinction'dır. Ona görə məncə GPA məsələsinə görə narahat olmayın. Sadəcə olaraq hər ehtimala universitetin saytında yoxlayın. Daha sonra bakalavr təhsilimizlə bağlı olmayan sahə üzrə magistra başvura bilirikmi? Bəli, başvuru eləyə bilirsiniz, amma dediyim kimi, yəni bundan öncə verdiyim misaldakı kimi sizin fəaliyyətinizlə hər hansı bir əlaqə olmalıdır. Yəni ki, spontan fəaliyyət dəyişmək bir necə deyim, inisiativaları çox da yaxşı qarşılamır. Amma sizə belə bir nümunə verim. Bu il mənim müsahibəsində iştirak elədiyim bir xanım var idi. O da hüquqşünas idi, səhv eləmirəmsə və hüquqşünas olaraq da illərlə çalışıb. Amma bu il public policy üzrə başvuru eləmək istəyir. Çox maraqlıdır, çünki adətən public policy-ni bitirən insanlar hüquq üzrə təhsil almaq istəyir, amma xanımda fərqli olub. Çünki xanım hüquq üzrə sırf dövlət qurumlarında çalışıb indiyə kimi və anlayıb ki, onu kommersiya hüququ ümumiyyətlə maraqlandırmır. Onu sırf dövlət işi, dövlət idarə edilməsi maraqlandırır. Halbuki hüquqşünas kimi işləyib indiyə kimi. Və müsahibədə də onu çox səlis, çox belə məntiqli şəkildə əsaslandırdı ki, mən dövlət qurumlarında çalışmışam, indiyə kimi də özümü sırf dövlət idarə edilməsində görürəm, buna görə də ixtisasımı dəyişirəm. Yəni münsiflər heyəti də çox normal bunu qarşıladı. Amma yenə də deyirəm, case by case fərq olar. Mənim indi deməyim ki, yox, olmaz və yaxud da bəli, olar, follow your dreams, yəni yalan olar. Baxım hansı sual qalıb. Aha, mənim hədəfim Amerikada oxumaqdır. Mən özüm iqtisadiyyat tələbəsiyəm Qarabağda. Sizcə masteri 7.5 IELTS və ya 100 TOEFL, universitet 85 ortalama ilə qəbul ala bilərəm, zəhmət olmasa deyərdiniz. Elmir bəy, təəssüf ki, mən Amerikada təhsillə heç vaxt maraqlanmamışam. Ona görə sizə yanlış məlumat verə bilərəm. Bildiyim, ümumiyyətlə 7.5 IELTS çox yaxşıdır. Bütün bu, yəni yazdıqlarınızdan yalnız onu sizə məsləhət görə bilərəm ki, bəzi universitetlərdə ki, mənim başıma gəlib bu, bəzi ixtisaslar və bəzi universitetlər, məsələn deyir, sizə 7-5 ortalama IELTS olmalıdır, it's okay. Amma deyir ki, writing band 7-0 olmalıdır. Çox adam var ki, yəni gəlin bunu səmimi qəbul eləyək də, Azərbaycanda IELTS-ı verir, 8 ortalama, amma writing 6.5 çıxır, 6-0 çıxır, listening 9 çıxır. Yəni belə bir fərqlilik var. Universitetlər var ki, buna önəm verir. Mən təəssüf ki, yanlış fikir yəni sizə yanlış bir ideya verməmək üçün Amerika ilə bağlı komment bildirməyim, amma ümumi yazdıqlarınızdan məncə çox yaxşı backgroundunuz var və denəməyə dəyər. Bir də məsləhət görərdim dəqiqləşdirmək, ümumiyyətlə Amerika Birləşmiş Ştatları Türkiyə kimi IELTS bildiyim qədərilə qəbul eləmir, TOEFL qəbul eləyir. Bunu Fulbright Scholarship-nin bir məzununun yazısında oxuduğuma əminəm. Bəlkə də bu şərt dəyişib. Fulbright Scholarship-ı Chevening kimi bir scholarship-dir, amma Amerika Birləşmiş Ştatları üçün. Və o bildirmişdi ki, mən qəbul olmaq üçün IELTS yox, sırf TOEFL vermişdim. Yəni məsləhət görərdim, bunu dəqiqləşdirərdiniz.
Ə, Növbəti sual, tarix ixtisasını nəzərə alırlarmı təqaüd kimi? Ə, Bəli, belə bir limit yoxdur. Yəni hansı ixtisası nəzərə alırlar, hansını yox. Hətta bunu deyərdim, tarix yalan deyərəm, yəni tanıdığım insanlar yoxdur, amma art history üzrə art history ümumiyyətlə çox populyar bir ixtisasdır Böyük Britaniyada. Və Fatima xanım, sizə məsləhət görərdim, Chevening-in saytına daxil olub, orada priority universities, hətta priority universities yox, böyük ehtimalla belə yazılacaq. Priority departments funksiyası var. Siz ona daxil olun və istədiyiniz ixtisası orada görəcəksiniz. Yəni orada dəqiqliyinə kimi yazır. Məsələn, məni maraqlandırırdı criminal law, yəni öz kriminalistika sahəm üzrə. Mən gördüm ki, sən demə criminal law yəni Böyük Britaniya universitetlərinin 90%-də yox imiş. Yəni bir ayrıcı ixtisas olaraq. Hansısa başqa böyük international law-nun içində ola bilər. Ona görə məsləhət görürəm siz elə indicə daxil olun Chevening-in saytına və bunu yoxlaya bilərsiniz. Növbəti sual, Chevening təqaüdünə rezidentura üçün müraciət edə bilərəmmi? Rezidentura ilə bağlı təəssüf ki, məlumatım yoxdur, tip təhsil olduğuna görə, amma belə ümumi bir məlumat verim ki, Chevening sırf 1 illik təhsili əhatə eləyir. Rezidentura bildiyim qədərilə, səhvəmsə, zəhmət olsa Fatima xanım mənə deyin, amma rezidentura bildiyim qədərilə bir neçə il davam eləyir. Hə, amma magistratura hamısında. Bütün Böyük Britaniya Universitetində yalnız 1 illikdir və Chevening də bunun şərtlərində yazır ki, yalnız 1 illik təhsili əhatə edirik. Növbəti sual. Bəzi təqaüdlərdə üstünlük verilən sahələr olur. Chevening-də varmı? Çox yaxşı sualdır. Chevening-də üstünlük verilən konkret bir ixtisas yoxdur. Amma dediyim kimi, onlar belə bir tip veriblər bu ildən etibarən ki, bizi maraqlandırır daha çox qlobala çıxış edə bilən insanlar. Həm öz cəmiyyəti üçün, həm digərləri üçün. İstəyirsiniz, mən hətta təkrar eləyim, özünüz üçün qeyd edə bilərsiniz. Deməli, promoting global growth, strengthening security, building climate resilience and supporting sustainable development. Bu 4 onların prioritet sahəsi ilə ixtisasınızı necəsə əlaqələndirə bilsəz, sizin üçün bir o qədər yaxşı olar. Növbəti sual. Bir ilə bitirə bilməsək, bir semestr uzatsaq təqaüd verilməyəcək. Xeyr, dəqiqləşdirərdi zəhmət olmasa siz bir ilə bitirə bilməsək nəyi nəzərdə tutursunuz? Yəni kəsilmək məsələsinə görə deyirsinizsə, açığı kəsilən yadıma salmağa çalışıram ki, kimsə kəsilmişdim ümumiyyətlə. Böyük Britaniya elə bir şərait yaradır ki, siz həmin o 1 il ərzində təhsilinizi bitirib sağ-salamat ölkənizə qaydasınız. Buna görə narahat olmayın və özünüzü də qorxutmayın. Ola bilsin ki, hansısa səhv eləmirəmsə, neft və qaz hüququnda bizdə 3 nəfər kəsilmişdi, amma yəni ikinci ilə qalan xatırlamıram bizim ixtisasda kimsə olsun. Ona görə narahat olmayın. Sizin deməli sizə bir kart verilir universitet tərəfdən. Student kart kimi bir şey, amma biraz başqa formatda. Orada yazılır Start of Education, məsələn, məndə 25 sentyabr 2024 idi. End date 25 sentyabr 2025. Chevening-də yəni mənə bildirmişdi ki, sırf bu tarixlər arasında sənə təqaüd veriləcək. Artıq yəni 2-3 ay çox qalmaq istəsən və yaxud da ekstra bir nəsə eləmək istəsən, yəni ondan artıq xeyir verilmir. Başqa bir sual görmürəm burada, amma başqa sualınız olsa cavablandırmağa şad olaram. Ya da Fatima xanımın bəlkə nəsə sualı var. Yox, gördüyüm qədərilə başqa suallar yoxdur. Yəni Chevening-lə bağlı demək istədiyim bu qədərdir. Çox detallı cavablar verdiniz, çox təşəkkür edirəm. Yəni mən özüm suallarım var idi, hətta arada cavablarda da gördüm ki, artıq suallarıma da cavablar aldım ki, bir də təkrarlamaq istəmədim yenidən. Məsələn,
Sizin dediyiniz o hansı işlərlə öz liderliyimizi daha yaxşı göstərə bilərik, ifadə eləmək üçün əsərlərə diqqət eləməliyik ya da mənim əsas maraqlandıranlardan biri şey idi. IELTS və ya GPA nə qədər üstün təşkil edir. Bunlar siz özünüz cavablandırdınız, sual vermək istəmədim. İndi istəyirsiniz biraz gözləyək, görə əlavə suallar gələcəkmi? Amma bir daha çox təşəkkür edirəm. Həm vaxtınızı Sağ ayırdığınız olun. üçün, həm belə detallı və səmimi cavablar verdiyiniz üçün təşəkkür edirəm. Siz sağ olun. Mənim üçün xoşdur hər zaman. Növbəti bir sualımız gəldi deyəsən. Əsərlərdəki ingilis dilini nəyə əsasən qiymətləndirirlər onda? ChatGPT-dən sonra şərtlər necə dəyişib? ChatGPT-dən sonra şərtlər elə dəyişib ki, ə, yəni sizin ingilis dili səviyyənizi heç kim orada qiymətləndirmir. Sadəcə olaraq səlis şəkildə fikirlərinizi izah etməyiniz tam kifayətdir. Və əsasən ingilis diliniz müsahibə mərhələsində daha aydın olur. Çünki dediyim kimi də çox adam var ki, məsələn, ChatGPT ilə və yaxud da dost-tanışla esseni yazır. Amma ki, bəlkə də elə özü yaxşı yaza bilir, amma danışıqda ingilis dilisi biraz zəifdir, o ortaya çıxır. Mən də deyirəm, yəni ingilis dili səviyyəsi İngiltərədə təhsil alacaq qədər olmağı kifayətdir. Am, ChatGPT-ni də yoxlayırlar, bəli. Yəni, hətta orada bir şərt var ki, müasir texnologiyadan istifadəni biz heç cür, yəni qarşısını ala bilmərik təbii ki. ChatGPT-dən hamı istifadə eləyir. İmtahanlarda da istifadə eləyəcəksiniz, yəni 100%. Amma ki, cümlələr səmimi olmalıdır. Yəni real sizin təcrübənizi əks etdirməlidir. O tirələr, şablon cümlələr olmamalıdır. Ona çox nəzarət eləyirlər. Bunu sizə əminliklə deyə bilərəm. Bu təqaüdü qazanmaq üçün background necə olmalıdır? Background, mən əslində bu təqaüd haqqında eşitdiyimdə mən 3-cü ya 2-ci kursda oxuyurdum və mən hər dəfə leadership eşitdiyimə görə mən elə bilirdim ki, backgroundda mütləq hansısa şirkətin departament müdürü və yaxud da hansısa bir yaxşı vəzifədə çalışan biri olmalısan ki, səni seçsinlər. Yox, amma mən deyərdim, üstəlik çox sosiallaşmaq imkanınız olacaq Böyük Britaniyaya inşallah gedəndə və ətrafında çoxlu Chevening qalibləri olur. Sən onları analiz edirsən ki, bu insanlar çox fərqlidir. Yəni əlaqəsi olmayan insanlar bəzən olur bir-biri ilə. Yəni düşünün ki, Yaponiyada öz investisiya şirkətini 24 yaşında açan bir oğlan seçilir. Mənim dostumu nümunə gətirirəm və Pakistanda qızlara təhsil verən 40 yaşında bir xanım məsələn. Yəni belə baxırsan əlaqəli insanlar deyillər. Və yaxud da Qazaxstanda illərlə prokuror işləmiş, indi tamamilə ixtisasını dəyişmiş bir oğlan da var idi. O insanları birləşdirən, bu öz mənim subyektiv yenə də fikrimdir, meyarlar nədir? Çox patriot insanlar olurlar hamısı, çox maraqlı bir məsələdir. Çünki Chevening deyir ki, mən sənə 1 illik təhsil verirəm, sonra get bu təhsillə öz cəmiyyətinə xeyir ver. Lider ol, insanlara kömək elə, öz dövlətinə dəstək ol, öz dövlətçiliyinə, ölkənə dəstək ol. Amma ki, öz ölkən üçün və qlobal impact üçün. Ona görə bu insanları çox vaxt patriotik fikirlər birləşdirir. Backgroundunda maraqlı layihələri olmuş, maraqlı layihəsi olmasa, məsələn, maraqlı təşəbbüslər irəli sürmüş insanlar, iş yerində bir yeniliyə təkan vermiş insanlar, sosial həyata, məsələn, korporativ bir işçidir də, illərlə audit şirkətində məsələn işləyir, onun işi rəqəmlərdir. Amma baxırsan ki, paralel olaraq sosial töhfə verməyə çalışıb. Məsələn, ucqar kəndlərdə gedib təlimlər verib pulsuz. Mənim özümün də elə bir təcrübəm olub. İllərlə bu fəaliyyətlə, təlimçiliklə də məşğul olmuşam ucqar kəndlərdə və mənə elə gəlir ki, sırf belə sosial yönümlü insanlar və eyni zamanda da ixtisasından və gələcəyindən nə bildiyini bilən insanlar bu proqrama seçilir. Növbəti sual, çox sağ olun, çox təşəkkür edirəm. Minimum hansı səviyyədə olmalıdır dil?
İngilis dili müəllimi olmadığıma görə mənim üçün qiymətləndirmək çox çətindir. Üstəlik qrup yoldaşlarımdan marağa soruşurdum ki, sənin məsələn IELTS-ın neçədir? Baxırsan IELTS 6-5 olan insan ingilis dilini 8-5 verəndən daha yaxşı bilir. Ona görə dediyim kimi səviyyə elə olmalıdır ki, siz Böyük Britaniyada çətin akademik mətnlərlə işləyə biləsiniz. Dərsləri elə qruplar ki, məsələn, King's College-da bu var, ümumiyyətlə bütün top universitetlərdə var. Sən mühazirəyə sonra təzədən baxa bilirsən. Orada recording var. Yəni ola bilsin ki, sən mühazirədə nəyisə başa düşməyə bilərsən. Yəni heç birimizin ingilis dili birinci dilimiz deyil də, yəni hansı dildə oxuduğumuz fərqi yoxdur. Amma ən azından siz ağır akademik mətnlərlə işləyə bilməlisiniz. Yəni bunu nəzərə alın. Artıq o hansı levela uyğun gəlirsə, artıq siz onu cavablandıra bilərsiniz. Çox sağ olun, mən təşəkkür edirəm. Başqa suallar varsa, Fatimə xanım, sizin bəlkə əhatə eləmədiyim bir məsələ varsa. Hə, bir də bunu deyim ki, qayıtdıqdan sonra, yəni təhsilinizi bitirdikdən sonra mütləq şəkildə Böyük Britaniyanı tərk eləməlisiniz, ən azı 2 illik. Məncə bu elə də çətin şərt deyil. Bildiyim qədərilə digər təqaüd proqramlarında ümumiyyətlə bu 5 illik şərtdir və məsələn Chevening-in elə qalibləri var ki, heç öz ölkəsinə yox, məsələn başqa ölkədən iş təklifi alıb ora gediblər. Məsələn, bizim Afrikalı bir dostumuz var idi, hansı ki təhsilini bitirmədən Səudi Ərəbistanda olan çox böyük holdingdən iş təklifi aldı, ora getdi, Chevening-ə bunu bildirdi. Chevening yəni heç nə demədi, demədi ki, yox get öz vətəninə qayıt və bir qrup yoldaşımız var idi Misirli, onu ümumiyyətlə təyin elədilər Misirin bir Asiya ölkəsində, İndoneziyada səhv eləmirəmsə, political attaché, yəni o da qayıtmadı öz ölkəsinə. Yəni əsas odur ki, siz Böyük Britaniyada graduate vizaya, məzun vizasına müraciət edə bilmirsiniz. Yəni əgər sizin məqsədiniz Təbii bu da normal haldır. Yəni çox elə adamlar var ki, xaricə təhsilə ona görə gedir ki, həmin ölkədə qalsın. Nəzərə alın ki, Chevening-lə bu mümkün deyil. Yəni ən azından 2 illik siz Böyük Britaniyanı tərk edirsiniz. Belə, bu qədər. Bir sualım olacaqdı. Ümumi olaraq sormaq istəyirdim ki, sizcə bakalavra bitirdikdən sonra heç ara vermədən magistr oxumaq daha yaxşı olar, yoxsa arada iş təcrübəsi qazanıb 3-4 il ən azından ya da ki 1-2 il də ola bilər, getmək daha yaxşı olar? Böyük Britaniyada mənim şəxsi təcrübəmə əsasən dəqiqliklə deyə bilərəm ki, iş təcrübəsi alıb getmək məsləhətdir. Həm müəllimlərin sizə olan münasibəti də biraz fərqli olur. Sizə professional kimi yanaşırlar, daha yüksək qiymətləndirirlər. Həm ixtisasınızı özünüz üçün müəyyənləşdirirsiniz, həm də akademik burnout deyilən bir məsələ var da. Yəni ki, bakalavrı bitirən insan indiyə kimi ən azı, yəni heç tibb tələbələrini demirəm də, sizdə bu ümumiyyətlə çox uzun bir müddətdir. Normalda artıq 15 il dayanmadan hər sentyabrdan maya kimi dərsə gedən bir insandır. O artıq özünü indi 15 il ərzində oxuduqlarını hardasa tətbiq eləmək istəyib və onun akademik həyatdan aldığı zövq məsələn, mənim kimi 8 illik ara vermiş insanın zövqü ilə elə ola bilməz. Çünki mən artıq o qədər darıxmışdım bu abu-havaya. Bu çətinliyə düşəndə də artıq daha rahat çətinliklərin üstündən gəlirdim. Çünki bunların hamısının bir mənasını görürdüm. Mən artıq işləmişdim, mən gördüm ki, hansı sahələrdə və mən indiyə kimi çox yaxşı oxuduğumu düşünürdüm. Amma iş həyatında başa düşürsən ki, sənin təhsilində sən demə nə qədər boşluqlar var. Bilmədiyim nə qədər şeylər var və nəinki hə də kitabı açıb oxuya bildiyim şeylər. Nəzəriyyə baxımından, hüququ qavramaq baxımından və yaxud da iqtisadiyyatı, tibbi, fərq eləmir. İstənilən sahəni qavramaqda nə qədər boşluqlarım var. Bu gec, yəni 30 yaşında getməyin üstünlükləridir. Amma əlbəttə bakalavrı bitirən kimi getməyin üstünlüyü nədir? Məsələn, mənim 2
yaxın rəfiqəm, ikisi də Belçikadan, Leuven Universitetindən gəlmişdi. Və onlar da fərqli hüquq sistemində oxuyublar da. Yəni onlarda da bizdəki kimi kontinental hüquq sistemidir. Amma təzə fresh graduate olduqlarına görə çox rahat başa düşürdülər müəllimin dediklərini. Başqa ixtisas oxuyublar, başqa hüquq sistemini oxuyublar. Amma artıq öyrəşiblər deyə mütaliəyə, öyrəşiblər müəllim tələbə münasibətlərinə. Artıq bilirlər qeydiyyata almaq lazımdır, nəyə qulaq asmasalar da olar. Artıq daha onlar üçün smooth gedirdi bu proses. Mənim, yəni dərsə təzədən inteqrasiya olmağım ən azı bir ayımı aldı. Bunu sizə dəqiq deyə bilərəm. Yəni təzə bakalavr bitirmiş insanlara dərs oxumaq daha rahatdır. Amma ki zövq məsələsinə də gəlir. Bir də əlbəttə siz akademik olaraq davam eləmək istəyirsinizsə karyeranızı, magistratura sizin üçün mütləqdir. Yox, əgər mənim kimi korporativ və yaxud da işləməkdirsə məqsədiniz, sizdə orada magistraturanı istəyən biri olmayacaq. Siz bunu artıq özünüz üçün və gələcəkdə daha yüksək pilləyə getmək üçün eləyəcəksiniz. Yəni hamısı prioritet məsələsidir, amma sırf mənim fikrimi istəyirsinizsə dərhal getməyin. Çox təşəkkür edirəm. Bir də nə bir sual verəcəkdim. Siz də data bacarıqlarınızı artırıb magistr oxumağın bir faydası olurmu? Məsələn, bizdə publika sayəsində çox vaxt istənilir ki, data science-dır, AI-dır, machine learning-dir. Bunları bilərək magistr daha yaxşı oxunur, daha rahat oxunur. Bu bütün sahələrə yoxsa məsələn, Böyük Britaniyada bu üstünlük sayılırmı? Böyük Britaniyada yaxşı vəzifədə çalışan akademik heyət hamısı texniki metodlardan istifadə eləməyi bacarmağı üstünlük bilir. Hətta bizim hüquq fakültəsinin dekanı Dan Hunter bizə ayrıca modul salmışdı. Yəni bu bizim akademik planın kurikulumun belə deyək bir parçası idi, amma ayrıca modul və dekan buna özü keçirdi. Law and AI. O bizə öyrədirdi ki, promptları necə yazmalıyıq. Məsələn, müştəri gəlir cinayət işi ilə bağlı və ingilis hüquq sistemindəsənsə, sən кейslərlə işləməyə bacarmalısan. O deyirdi ki, məsələn, falan saytları girirsiniz, yəni şablon olaraq bu sözləri yazırsınız, o keysləri ChatGPT-nin və yaxud da ChatGPT-dən əslində onlar istifadə eləmirlər, istifadə elədikləri başqa AI toolları var, ixtisasdan fərqli olaraq. Amma mən yəni klassik ChatGPT-dən istifadə edirəm. Yəni ora salırsınız, promptu necə yazmaq lazımdır, hansı sualları vermək lazımdır. Məsələn, ChatGPT istifadə edirsinizsə, project necə yaratmaq lazımdır. Yəni onların bizə aşıladığı belə bir ideya var idi ki, yəni süni intellektdən istifadə eləmək bu fikir oğrusu olmadığın müddətdə əslində sənin köməkçindir. O sadəcə olaraq sənin analitik düşüncəvi səliqəyə, səhmana salmağa kömək edən bir vasitədir, bu qədər. Amma təbii ki, esselərdə buna çox diqqət edirdilər ki, siz özünüz yazasınız. Məsələn, mən dissertasiyanı yazanda çox çətinlik çəkdim ki, mənim Azərbaycan məktəbində, Avropa liseyində öyrəndiyim o rəsmi, super rəsmi ingiliscə cümlələr ChatGPT-yə oxşamasın. Çünki çox ChatGPT-yə öyrəşir. Ona görə yox ki, mən bunu oğramışam və yaxud mən ağıllıyam. Yox, sadəcə olaraq bizim hamımız Azərbaycanda bunu belə öyrədirlər. Yəni Rusiyadan gələn qızlarda da elə idi, xatırlayıram. Orada da yəni Sovetdən qalma ingilis dili dərsləri axı çox belə rəsmidir. Biz o rəsmi cümlələrlə yazırdıq. Müəllimlər də çox vaxt bunu ChatGPT zənn edirdi. Belə bir məsələ var idi. Amma yəni pis baxmırlar. İstifadə eləyin bacardığınız qədər. Çox sağ olun. Sağ olun. Başqa suallarımız məncə görmürəm, amma deyəsəm bitdi suallar. Bir daha çox sağ olun. Saydığınız üçün, xoş bulduk sualları verdiyiniz üçün və məlumat verdiyiniz üçün təşəkkür edirik. Gələn görüşlər. Çox sağ olun. Təşəkkür edirəm. Hər kəsə uğurlar. Sağ olun.